Kişilərə nə hədiyyə etmək olar? Bu sualı mənə tez-tez verirlər və çox adam seçim qarşısına qalır. Geyim hədiyyə etmək biraz risklidir, çünki bədən ölçüsünə tam olaraq düzgün tuta bilmirsiniz. Aksesuarlar isə ən yaxşı hədiyyələrdir. Corabları götürək. Hər bir kişiyə qarderobunda corablar çox vacib yer tutur və yaxşı corablar məmnuniyyətlə qəbul edəcəkdir və istifadə edəcəkdir. Dəri kəmərlər də yaxşı hədiyyə ola bilər, amma çiyin bağı daha maraqlı bir hədiyyə olacaqdır. Dəri çanta, dəri əlcək, dəri portmone və yaxud da ki, çətir, bunlar da çox yaxşı hədiyyədir. Yağış aylarında yaxşı çətirlə gəzmək də özü bir dəbdir. Keyfiyyətli şərflər də çox gözəl hədiyyədir. Qış soyuqlarında əvəz olunmaz bir predmetdir, aksesuardır. Kişilər də bu hədiyyələri məmnuniyyətlə qəbul edib istifadə edəcəklər. Çünki hər bir hədiyyəni istifadə etmək lazımdır. İnsana o bir həzz gətirməlidir. İndi bilirsiniz kişilərə harda və nə hədiyyə almaq olar. Bugatti mağazasında geniş çeşid hədiyyələr var. Və siz nə hədiyyə almaq və yaxud da ki, vermək istərdiniz?